Salam dostlar, bugün benim grubum var, həmin qrupla görüşüm var. Grubun adı Dostlar qrupu. Şirin xanım bizim en gözəlimiz. Qonaqlıqda bir adət var, hamı təzə çəkələk geyinməlidir. Bu da bizim Ofeliямız həmişəki kimi dəli dolu. Bu da gecikənlər Sahibə bacım, bu da Fazilə bacım. Əli dolu gəlib, bu da bizim son beşik bacımız Ema xanım. Qonaqlıqda Məhluqə xanım var, bir də Ramilə xanım var. Onlar üzlərini göstərmirlər. Qardaşları icazə vermir. Bu da mənim Fazilə bacımdır. Süfrəni kontrol eləyir. Gecikənlər çəkələkləri bir-bir geyinirlər. Ofeliyanla Şirin xanım da müzakirə edir, biz də onları güdürük. Bu da ev üsulu şərab. Bəh, nuş olsun bizə. Hamı ağız dadı ilə nuş edir, mən sükanın arxasındayım. Süfrədə olar olmaz hər şey var maşallah. Özdə Elçarçonun süfrəsi. Qonaqlıq Ramilə xanımın olduğuna görə süfrəni özünə məxsus düzənləyib. Bu da elə bil mış kimi yeyir ömrü boyu. Mış kimi. Elə bil əlindən alan var. Şirin xanım degustatır, təbii ki, dadına baxır. Fazilə bilinci tortu gətirib, yeyib içib şelləri. Şirin xanım özünü yerlərdə gördü. Daddı nə daddı? Aş. Sonra lobiyalı aş. Maraqlıdır. Çox dadlıydı bu aş yeri gəlmişkən. Yemək lazımdı bunun. Və nəhayət əyləncə başladı. Ramilənin aldığı çəkərəklərlə hamı özünü forslandırır və ən axırda buyurun. Ayofa, özünü öldürmə. Biz oxuyan deyilik. Şirin xanım bizim en gözəlimiz. Qonaqlıqda bir adət var, hamı təzə çəkələk geyinməlidir. Bu da bizim Ofeliямız həmişəki kimi dəli dolu. Bu da gecikənlər Sahibə bacım, bu da Fazilə bacım. Əli dolu gəlib, bu da bizim son beşik bacımız Ema xanım. Qonaqlıqda Məhluqə xanım var, bir də Ramilə xanım var. Onlar üzlərini göstərmirlər. Qardaşları icazə vermir. Bu da mənim Fazilə bacımdır. Süfrəni kontrol eləyir. Gecikənlər çəkələkləri bir-bir geyinirlər. Ofeliyanla Şirin xanım da müzakirə edir, biz də onları güdürük. Bu da ev üsulu şərab. Bəh, nuş olsun bizə. Hamı ağız dadı ilə nuş edir, mən sükanın arxasındayım. Süfrədə olar olmaz hər şey var maşallah. Özdə Elçarçonun süfrəsi. Qonaqlıq Ramilə xanımın olduğuna görə süfrəni özünə məxsus düzənləyib. Bu da elə bil mış kimi yeyir ömrü boyu. Mış kimi. Elə bil əlindən alan var. Şirin xanım degustatır, təbii ki, dadına baxır. Fazilə bilinci tortu gətirib, yeyib içib şelləri. Şirin xanım özünü yerlərdə gördü. Daddı nə daddı? Aş. Sonra lobiyalı aş. Maraqlıdır. Çox dadlıydı bu aş yeri gəlmişkən. Yemək lazımdı bunun. Və nəhayət əyləncə başladı. Ramilənin aldığı çəkərəklərlə hamı özünü forslandırır və ən axırda buyurun. Ayofa, özünü öldürmə. Biz oxuyan deyilik.